İllərdir çalışıb heç nə olmadığını görürsən. Mən də o yolu keçdim. Dünyada yeni bir dönem başladı. Mən Sevinç Ağazadə. Şəbəkədə 7 ildə qazandığım uğurları burada 3 ayda əldə etdim. Mən Zeynəb, Evdar xanımam. Amma buna baxmayaraq ayda 5 dəfə qazanc əldə edirəm. Mən Quliyeva Arifə, 35 yaşım var. Hələ bu günə kimi belə rahat qazandıran bir sistemlə tanış olmamışdım. Mən Günel. Yeni işimi çok sevdim. Çünkü güvendiğim tek şirket budur. Mən Aynure Zamanova. Bir aydır ki buradayam. Artıq 2 kariyer açmışam. Mən Töhfə müəlliməyəm. Maaşla kifayətlənmədim. İndi isə komandamla birlikdə məhsul almadan həftəlik və aylıq qazanc əldə edirəm. Mən Abbasa Günlar. Mən də abunəlik sistemini həftəyə qazanmağı öyrəndim. Mən Nazənin Evdar xanımam. Qoşulduğum iş sayəsində məhsul almadan satmadan toplam 5 dəfə qazanc götürürəm. Mənim adım Rəvanədir. İllərdir məhsul almaqdan çox yorulmuşdum. Artıq 6 ay ki mən buradayam və heç nə almadan mən həm həftəlik, həm də aylık qazanclarımı götürürəm. Mən Güldanə və Hasibə. İkinci iş olarak burada çox güclü bir komanda ilə çalışır. Bir ayda 3 minlik komanda quruldu. Mən Axundova Kəmaləm. Həftəlik qazanclar eşitmişdim. İndi isə özüm də qazanıram. Mən Günel. Yeganə uğur qazandığım onlayn sahədə hal-hazırda həftəlik qazanclardan faydalanıram. Mən Nura. 6 ildir şəbəkə biznesində üst kariyerlərdə olmuşam, lakin heç vaxt 3000 manat pul qazanmamışdım. Mən müəlliməyəm. Bu şirkətdə artıq 8-ci ayda çalışıram və çox razıyam. Ayda 5 dəfə mən maaş alıram. Mən Muradova Fəridə. İkinci iş olaraq bu şirkətlə əməkdaşlıq edirəm. Həqiqətən heyran edicidir. Mən Camal Aygün. Burada nəinki üst liderlər, bugün abunə olan abunəçilər belə qazanır. Mən Yela Məmmədova. Hər həftənin 4-cü günü dəvətim olduğu olmadı, mütləq qazanc alıram. Bu şirkətdə nəhayət ki maddi azadlığadır. Necədir? Səncə bu insanlar yanıla bilərmi hamısı? 2 milyondan çox tərəfdaşla birlikdə sən də qazanmağa nə deyirsən? Mən İsayeva Cəmilə qısa zamanda gördüyüm nəticə bir daha sübut etdi ki, bu sadəcə iş deyil, yeni bir inqilabdır.